hansı bölmədən danışaq? Leksikologiya bölməsindən danışaq. Biz fonetika bölməsini bitirdik. Fonetika bölməsi bizə nələri öyrətdi? Fonetika bölməsi bizə öyrətdi sahibləri, samitləri, hecab, ahəng qanunu. İndi düzdür, vurğunu öyrənmədik, çünki vurğu imtahanda artıq düşmür deyə üstünə getmədik. Amma yəni vurğu, sait, samit, hecab, ahəng qanunu, bütün bunları hansı bölmədə öyrəndik? Fonetika bölməsində öyrəndik. Bəli, indi gəldik leksikologiya bölməsinə. Baxın, birinci sinifə gedən şagirdə məktəbdə birinci hərfləri öyrədərlər, düzdür, hərfləri yazmağı, sonra söz öyrədərlər də. Yəni sən hərfi yaza bilmirsən, sən sözə birbaşa keçə bilmərsən, düzdürmü? Baxın, gəlin belə deyək, fonetika bölməsi bizə hərfləri, səsləri öyrətdi. İndi keçdik leksikologiya bölməsinə. Demək, bizim indi işimiz olan nəyinə? Sözlə. Leksika söz deməkdir. Leksikologiya nə deməkdir? Dilin lüğət tərkibindən bəhs edən elmə leksikologiya deyilir. Baxın, dilin lüğət tərkibindən bəhs edən elmə leksikologiya deyilir. Bəs onda ortaya sual çıxır. Dilin lüğət tərkibi nədir? Lüğət bilirsiniz da, söz toplusu deməkdir, düzdür? Gəlin belə deyək, bizim hər birimizin beynimizdə en qədər söz var, dilimizdə en qədər söz var. Elə sözlər var, mənasını bilirik, elə sözlər var, mənasını bilmirik. İstənilən halda biz saysız hesabsız sözlər bilirik. Belə sözlərə nə deyilir? Dilin lüğət tərkibi deyilir. Bax, dilimizdə olan sözlərə dilin lüğət tərkibi deyilir. Demək, dilin lüğət tərkibini öyrənən elmə leksikologiya deyilir. Bəs dilin lüğət tərkibi nə oldu? Dilimizdə olan sözlər. Bəli. İndi sözün iki mənası var. Bir, leksik mənası var. Bir də, qısa yazıram, qrammatik mənası var. Leksik məna nədir? Qrammatik məna nədir? Leksik məna odur ki, əslində belə deyək də, kitab dilindən desək, deyir ki, leksik məna sözün ilkin yada düşən mənası. Amma belə öz sözümüzdən deyəsi olsa, açar söz olaraq buna belə yaza bilərik. İzahı. Onda gəlin belə deyək. Sözün izahı, sözün leksik mənasıdır. Deyək ki, şagird sual verir ki, müəllim, lövhə nə deməkdir? Biz də izah edirik. Deyirik ki, lövhə üzərində yazı yazmaq üçün əşyadan, daha doğrusu plasmasdan və yaxud da taxtadan hazırlanmış bir əşyadır. Mən bir sözün izahını verdimsə, bu olur nə? Sözün leksik mənası. Bəs qrammatik məna nə deməkdir? Qrammatik məna deyəndə sözün hansı nitq hissəsi olması nəzərdə tutulur. Sözün hansı nitq hissəsi olması. Dil Dövlət İmtahan Mərkəzi sualları çox vaxt biraz dolayı yolla verir. Misal üçün, deyək ki, gəlin belə bir test tərtib edək. Tutaq ki, yazırıq ki, A variantı məktəbli, lövhə düşür, tam düşür, yazılır. B variantı, yazaq bura, kəndli. Məsələn, C variantında yazaq şəhərli. D variantında da burada yazaq yerli. İndi fikir verin. Sual verəlim. Biri ümumi qrammatik mənasına görə fərqlidir. Sən birinci sualın şərtini dərk elə. Ümumi qrammatik mənasına görə fərqlidir deyəndə bizdən nə istəyir? Axı qrammatik məna sözün hansı nitq hissəsi olmağı deməkdir, düzdürmü? Demək, biri ümumi qrammatik mənasına görə fərqlidir deyəndə din bizə deyir ki, yəni fərqli nitq hissəsi olanı tap. Hansı fərqli nitq hissəsidir? Demək, qrammatik məna sözün hansı nitq hissəsi olmağı deməkdir. Sizcə burada cavab nədir? Yerli. Nəyə görə yerli? Bax, hamısında l-l-l şəkilsi var, hamısında düzəltmədir. Bəs nəyə görə yerli? Nəyə görə? Bəs yaxşı, aha, yaxşı, deyirsən ki, yerli sifətdir. Bəs nəyə görə yerli sifətdə, amma bu birislər yox? Onu necə müəyyən edirsən? Mən keçən sizə öyrətmişdim bunları. Nə demişdim? Baxın, l-4 şəkilsi həm isim düzəldən şəkilsidir, amonim şəkilsidir, həm sifət düzəldən. Əgər l şəkilsinin sız şəkilsi ilə əvəz edə biliriksə, sifətdir. Əvəz edə bilmirsə, isimdir. Məsələn, məktəbli qız. Məktəbsiz qız demək nə dərsə düzgün olar. Kəndli oğlan, kəndsiz oğlan demək nə dərsə düzgün olar. Və yaxud da şəhərli qız, şəhərsiz qız demək nə dərsə düzgün. Amma bax, yerli gəldi, yersiz qaç deyə bilərəm. Yerli, yersiz, gördünüzmü? Deməli, burada l-nı sızla əvəz elədim deyə bəli, cavab dedim. Demək ki, bunlar nitq hissəsi olaraq isimdir, amma D variantı sifətdir. Ona görə də ümumi qrammatik məna deyəndə bizdən nə istəyəcək testlərdə? Nə deyək? Sözün hansı nitq hissəsi olmalı? Leksik məna deyəndə nə başa düşür? Sözün izahını başa düşür. Aha, ağla gəlir ilkin məna. İndi məsələn, tutaq ki, deyirəm ki, qələm, yazı yazılması üçün istifadə olunan əşya. Bu onun leksik mənasıdır, yoxsa qrammatik mənası?
leksik mənasıdır. Kitab oxumaq üçün vəsait. Leksik. Amma desəm ki, kitab isimdir, adlı haldadır, təkdədir, ümumidir. Bu nə olar? Bu olar qrammatik. Çətin bir şey deyil, bu məncə rahat gedən bir şey. Sözün leksik mənasını müxtəlif yollarla izah edə bilərik. Məsələn, ona yaxın mənalı söz taparıq. Misal üçün, gözəl sözünün əgər leksik mənasını izah etməliyəmsə, yaxın mənalı deyərəm, uşaq deyər gözəl nədir? Deyərəm ki, gözəl gülçək deməkdir da, yəni qəşəng deməkdir. Hə? Yaxın mənalı tapdım. Sözün leksik mənasını izah etmək üçün əks mənalı da tapa bilərəm, antonim. Məsələn, gözəl nədir? Başa salırsan ki, filan. Başa düşmür, deyirsən ki, bax, çirkin bilirsən nədir? Hə? Onun tam tərsi gözəldir. Demək, bir sözün izahını vermək üçün, əgər o sözün antonimi varsa, istifadə edə bilərik. Amma belə bir şey deyil. Sözlər quruluşuna görə üç yerə bölünür. Sadə, düzəltmə, mürəkkəb. Əgər testlərdə desək ki, bütün sözlərin leksik mənasını izah etmək üçün tərkib hissələrə ayırmaq olar, səhv fikirdir. Niyə? Düzəltmə sözü tərkib hissəyə ayırıb leksik mənasını verə bilərəm. Deyək ki, əgər şagird mənə desə ki, müəllim, balıqçı nə deməkdir? Tutaq ki, elə ki, ancaq lövhə düşsün. Əgər desə ki, balıqçı nə deməkdir? Biz bunu kütlə şəkilçiyə ayırırıq. Balığı ayrı başa salırıq ki, suda yaşayan heyvandır. Sonra deyirik ki, bəs buna da çı şəkilçisi artırdıq. Balıqçı da ki, o balığı ovlayan adamdır. Demək, balıqçı sözünü tərkib hissələrə ayırıb leksik mənasını verə bildim. Mürəkkəb söz. Misal üçün, əgər qızıl gül nədir desə, biz qızılı ayrı izah edərik, gülü ayrı. Amma qələm sözünü yazsam, axı qələm sadə sözdür. İndi uşaq mənə desə ki, qələm sözünü izah elə. Mən necə onu tərkib hissələrə ayırıb izah edə bilərəm? Mümkün deyil. Nə deyim? Deyim ki, Ayşə, burada filan şey deməkdir, ləm də filan şey alınmır axı. Kitab sözünü mən necə parçalı deyərəm ki, bilsən nə var? Burada ki, budur, tab da budur. Alınmır axı. Ondan elə nəticəyə gəldik. Desək ki, bütün sözlərin leksik mənasını izah etmək üçün tərkib hissələrə ayırmaq olar. Sizcə bu doğru yoxsa yanlış? Yanlış. Niyə yanlış? Sadə sözləri tərkib hissələrə ayırmaq olur. Bəli, düzəltmə və mürəkkəbləri eləyə bilərik. Amma sadələr qətiyyən olmaz. Neçə nitq hissəsi var aşağılar? 11. Neçəsi əsas, neçəsi köməkçi? 6-sı əsas, 5-i köməkçi. Əgər desək ki, bütün nitq hissələrinin leksik və qrammatik mənası var, səhv fikirdir. Nəyə görə? Çünki köməkçi hissələrinin leksik mənası yoxdur. Bütün nitq hissələrinin qrammatik mənası var. Uşaq deyər ki, qələm hansı nitq hissəsidir? Deyərik, isimdir. Uşaq deyər ki, misal üçün, və hansı nitq hissəsidir? Yəni, qrammatik mənadır da nitq hissəsi. Deyərik ki, bağlayıcıdır. Deyər, hətta nədir? Deyərik, həm bağlayıcı, həm ədatdır. Deyər, ilə nədir? Deyərik ki, qoşmadır, bağlayıcıdır. Bəs yaxşı, uşaq deyəcək, iləni başa sal. Nə deyək? Nə deyək? Mənə deyər ki, dağ nədir? Başa sala bilərik. Mənə sənə dəxli yoxdur da. Dağ nədir? Dərə nədir? Təpə nədir? Getmək nədir? Sarı nədir? Qırmızı nədir? Ot nədir, aş nədir, qaç nədir, tut nədir, top nədir? Hərəmiz bildiyimiz kimi izah edə bilərik. Onu bizə sual verənə. Amma bizə sual versənə ki, ki nədir? Ki predikatif söz deyil, ki köməkçi hissəsi. Maksimum deyə bilərsən ki, ki adında ədat var, bağlayıcı. Predikatif sözlər var, yox, lazım, gərək, bəs, mümkün deyil, olar, qatın qarşısında. İndi uşaq bizə desə ki, ilə nədir? Bətər başa salar. Amma nədir? Başa salanlar var. Hərçənd nədir? Hətta nədir? Mümkün deyil başa salmaq. Nə nəticəyə gəldik? Köməkçi nitq hissələrinin qrammatik mənası var, leksik mənası yoxdur. Həqiqi məna, məcazi məna üstə dayanmayaq. Çünki zaten bilirik da, indi Allah ilə onda bilməyəz həqiqi məna nədir, deməli, məcazi məna. Bilirik də bunu, düzdürmü? İndi bir kəlmə deyək ki, Barat, məsələn, dərin quyu, həqiqi yoxsa məcazi? Aha, dərin fikir desəm? Təbii ki, bu məcazidir. Gələk tək mənalı və çox mənalı sözlərə. Tək mənalı, çox mənalı sözlərə. Əgər sözün bir mənası varsa, buna nə deyərik? Tək mənalı söz. Televizor sözünü hara yoxsa? Bunun neçə mənası var? Və yaxud da avtobus sözünün neçə mənası var? Hara yoxsa? Və yaxud da moruq sözünün, nə bilim, börkən sözünü hara yoxsa? Bunun neçə dənə mənası var ki, yoxsa? Amma elə sözlər var ki, bir neçə mənası var. Amma bir şərtlə, yaxın məna. Gəlin belə deyək. Çox mənalı söz nəyə deyir? Əgər bir sözün bir neçə yaxın mənası varsa, bu yaxın burada çox önəmlidir. Yəni, belə deyək də, götürək top sözünü. Biz bilirik ki, bir var uşaqların oynatdığı top, bir də var müharibədə atılan top. O topla bu top eyni şeydirmi? Xeyr, yaxın məna yoxdur ki.
Yəni olsun ki, topun iki mənasını deyirik. Bu çox mənalı ola bilməz axı. Biz orada fərqli mənadan istifadə edirik. Amma çox mənalıdırsa, o neyləməlidir? Onun yaxın mənası olmalıdır, yaxın məna. Məsələn, gəlin belə götürək. Diş. Götürək diş sözünü. Və diş sözünü biz bilirik ki, insan bədənində diş, belə deyək də, ucu iti olan kəsici bir orqandır. Hə? İndi deyirlər ki, mişarın dişi, deyirlər ki, çəngəlin dişi, darağın dişi. Niyə? Çünki onu həmin o bizim dişimizə bənzədiblər də, o ucu belə diz olduğuna görə, iti olduğuna görə. Onda gəlin belə deyək də. İndi deyirsən ki, ay müəllim, çəngəlin dişi ilə insan dişi mənim eyni anlayışdır. Yox. Amma ucunun belə iti olmağı baxımından nəticə etibarilə diş deyilsə, insanın dişi də olsa, çəngəlin dişi də olsa, biz nədən danışırıq? Ucu iti olan bir şeydən. Bax, ona görə deyək ki, yaxın məna bildirir. Aydındır mı? Məsələn, insan bədənində ən hündürdə olan nədir? Baş. Elə. Görürsən, dağın ən yüksək yeri nə deyirlər? Dağın başı. Demək ki, onun ən hündürdə olan hissəsinə deyirlərsə, demək onun insanın ən hündürdə olan hissəsinə, yəni başına bənzətib deyirlər. Hə? Ona görə də yaxın məna var. Demək ki, biz hündürdə olan bir şeydən danışdıq. İnsan bədənində, belə deyək də, bu bədənimizdən ayrılan hissə nədir? Qol. Hə? Bəs çayın da o əsas hissəsindən ayrılan hissəyə nə deyirlər? Çayın qolu, düzdür? Və yaxud da ağacın gövdəsindən ayrılan hissəyə nə deyirlər? Ağacın qolu. Yəni, nəticə etibarilə o əsas hissədən ayrılmış bir hissəyə deyil. Deməli, yaxın məna var. Orada da o, belə deyək, ağacda da ayrılmış bir hissədir, insanda da. Ona görə də çox mənalar yaxın məna bildirir. Çox mənalının açar sözü olaraq götürün bir yaxın mənalı, yəni onlar gərək yaxın məna, bir-birinə yaxın məna ifadə edir. Bir də demək olar ki, 99% çox mənalı sözlər məcazi mənadadır. İndi gəlin, mən sizə suallar verim. Suallar verim ki, siz də cavab verəsiniz. Sözün çox mənalı olduğunu sübut etməkdən ötürü. İndi biz necə müəyyən edirik? Onun məcazi olduğunu deyil, bu da sənin sübutun. İndi məsələn, mən sual verim. Deyirəm ki, ay Ayşən, məktəb sözü niyə çox mənalı sözdür? Nə deyərsən? Məktəb niyə çox mənalıdır? Həyat məktəbi, ədəbi məktəb, hə? Deyirikmi? Yaxşı, məsələn, səncə lövhə niyə çox mənalıdır? Məcazi ilə? Məcazi ilə. Lövhə niyə çox mənalıdır? Aha, kimisə şərəfli olasınız var ki, həyat lövhəsi də deyə bilərik, təbiət lövhəsi də deyə bilərik. Deməli, məcazi, deməli, çox mənalıdır. Məsələn, deyək ki, Aysu Şirinova, getmək sözü niyə çox mənalıdır? Niyə? Getmək niyə çox mənalıdır? Məcazi mənada işlədir. Hədə işlək da, məsələn, fikrə getmək, xəyala getmək düzdürmü? Xəyala dalmaq deyirlər. Fikrə getmək, özündən getmək deyə bilərik. Məsələn, başqa bir nümunə tapaq. Xanım, sən də görün. Məsələn, soymaq səncə niyə çox mənalıdır? Sən onu məcazsız görürsən. Soyumaq demədim. Soymaq. Niyə çox mənalıdır? Məcazi variantı fikirləş o deyək. Deyək. Biri var, onun dərsini soymaq. Nəyisə dərsin soyuramsa, bu reallıqda axı, yəni burada məcazlik yox axı. Amma bax, məsələn, belə deyək, evi soydular. Evi soymaq. Oğlu gəldi, evi soydu. Nədir? Aboyları soymaq lazımdır. Oğurladı mənasında da yılda apardı. Bax, ona görə də soymağın özü də çox mənalıdır. Hə? Məsələn, Aysu, tutmaq səncə niyə çox mənalıdır? Arzu tutmaq və s. Bəli, buna görə düzdür. Bəs yaxşı, deməli, Şahla, alçaq sözü niyə çox mənalıdır? Biri var, alçalmasam, biri də var. Xaraktercə, düzdür. Aha, ona görə də bunlar... İndi nə qərara gəldik? Biz imtihanda çox mənalı nətər tapaq? Testlərdə məcazi olmalıdır. Bədən üzvlərimizin çoxu çox mənalıdır. Hamısı çoxu. Məsələn, baş. Nə deyə bilirik? Dağın başı, hə? Ağacın başı. Məsələn, göz. Qulağın gözü, deyə bilirikmi? Şkafın sürmənin gözü. Məsələn, qol, çayın qolu. Məsələn, ayaq. Bax, insanı saxlayan nədir? İnsan niyə dayana bilir? Çünki ayaqları da onu saxlayır. Düzdür, dik dayanır. İndi fikir ver. Məsələn, stolu saxlayan nədir? Stolu saxlayan nədir? Ayaqları. Ona görə görsən, yaxın məna var. O da onun dirəyidir, onu saxlayan bir vasitədir. Bu da demək ki, ayaq çox mənalıdır. Bel. Məsələn, deyir ki, dağın belində qalır. Qaş. Naftalanın Qaşaltı kəndi var. Dağın yuxarı hissəsinə qaş deyirlər, təpənin yuxarı hissəsinə qaş deyirlər. Bizim bu hündürdə olan, yəni qaşımıza bənzətirlər də. Məsələn, Qaşaltı, demək ki, o qaşın altındadır. Təpənin altında yerləşir o kənd.
qaş, altı. Burun, məsələn, ayaqqabının burnu, gəminin burnu deyirik, demək çox mənalıdır. Sonra ağız, məsələn, qapının ağzı deyirik, göz, qulağın gözü deyirik. Demək ki, bel, sonra burun, ağız, sonra qol, ayaq, nə bilim, baş, bunlar çox diş, bəyək dedik də, dişi də dedik. Məsələn, mişarın dişi, darağın dişi. Daha çox bədən üzvləri çox mənalıdır. Sinonim, antonim barədə çox danışmaq istəmirəm, bilirsiniz. Bir-birinə əks olan sözlər nədir? Antonim. Amma bir-birinə yaxın olan sözlərə, belə deyək, yazıcı deyişi fərqlidir, amma mənası eynidir. Bəs bu nə oldu? Sinonim. Aha. İndi gəlin belə deyək, bəli, düz deyirsən, sinonimlər, antonimlər gərək nə olar? Eyni hissəsi lazım. Və kökləri eyni hissəsilə dəstəklə eyni söz olmasın. İndi gəlin deyək, məsələn, oxumaq, oxumamaq. Sən buna antonim gəlirsən, ikisində kökü oxudum. Məsələn, bivəfa, vəfalı. Antonim gəlirsən, çünki kökləri vəfadır. Lap bivəfa, vəfasız. Sinonim gəlirsən, çünki ikisinin də kökü vəfadır. İndi gəlin, leksikologiya bölməsindəyik. Amonimləri ayrı çəkərik, bu ayrı. Sizi çəksək olar, yoxsa istəməzsiniz? İstəməzsiniz. Hə, belə deyim, cavab verin də, yəni, yoxsa dedik, ağır öfəli çəkməkdə, ona görə, əşi nəysə, olsun. Yaxşı, biz leksikologiya bölməsindəyik. İndi birazdan amonimləri izah edəcəm. Amma mən indi istəyirəm sizə biraz sözlərin izahından suallar verim, görün, tapa bilirsinizmi? Və eləcə də sözlərin sinonimini, antonimini görün, tapa bilirsinizmi? Belə başlayalım. Nicah sözü var. Burada yazıram. Nicah, cina. Bir də var, nikah, çina. Fərqi deyək, Aysude. Nicah baxış nəzər deməkdir. Hı ilə olan nə demək oldu? Baxış, nəzər, əla. Amma ki ilə olan nə demək oldu? Evlənmək. Və o zaksa düşürləri, gedib ailə qrupu, o nikahdır, ki ilə. Amma o birisi belə. Yaxşı, başqa bir söz yazıram, inşallah tapaq. Əyyar var, bir ilə. Əyyar var, iki ilə. İnşallah tap görün. Nə deməkdir? Hansı? Qızılın probu hansıdır? Bir ilə olan, iki ilə. Bir ilə olan, qızılın probu, əyyar. Və iki ilə olan nə deməkdir? Bəs əyyar nə deməkdir? Ay qız, o əyandır, o əyandır. Nə deməkdir? Hilə yox, saxta, qəlbdir, p ilə olandır. Deməli, əyyar, hiləgər oğlu deməkdir. Nə deməkdir? Yaxşı, birini də yazaq. Yazaq bura, nüfus. Bir də yazaq, nüfus. Biri zeyla, biri zeyla. Və görüm Aysen. Sinan olan nə deməkdir? Sinan olan. Adam, əhali. Elə o nüfus cüzdanı dediyin oradan. Zeylan olan nə deməkdir? Aha, nə deməkdir? Hörmət deməkdir. Məsələn, bir-birinə deyir ki, təsir, hörmət, etibar deməkdir. Məsələn, bir-birinə deyir ki, nüfuzdan düşdün. Allah uzanır. Hörmətdən, etibardan düşdün. Aydın oldu mu? Bax, bu deməkdir. Yaxşı. Tapaq. Tanısan tapaq. Yeyə, yiyə. Yeyə nəysə yeyə. Yeyə, bir də yiyə. Yeyə sahib demək. Yeyə sahib deməkdir. Yeyə də o itiləmək üçün var ha. Başa oldu. Bəli. Aha. Yaxşı. Sonra süfrə, sülfə. Kim deyər? Süfrə dedik, stola sən. Həşəratların süfrəsi. Bu deməkdir. Ay sağ ol, bəli, düzdür. Demək ki, çox təsirli elə sözlər. Atlas, zı, bir də sinan. Nə demək daşan? Atlas ilə olan xəritələr. Xəritə toxusu. Ilə olan parça. Aha, sənətdir, sənətdir. Sənət olan. D olan. D olan dokument. Dokument, məsələn. Amma T olan bir insanın peşəsi, sənəti deməkdir, düzdür, bəli. Demək ki, dediyimiz kimi çalışacaq leksikologiya bölməsi daha çox sözlərinizdə. Biraz da sinonim antonim necədir? Belə bir sual verin. Xanım, sən cavab ver. Qəm, şad. Antonim ola bilərmi? Ola bilir. Nəyə görə? Çünki qəm-isimdir. Əla. Ay, sağ ol. Müxtəlif hissəsi antonim ola bilmir. Gəlin, bir də sinonimlə bağlı bu ifadəni yadda saxlayın. Deyir ki, yersiz təkrarın qarşısını alır. Nə deməkdir bu? Yersiz təkrar. Bax, çox mənalı amonim, sinonim, antonim. Desək ki, bunlardan hansıdır yersiz təkrarın qarşısını alır? Deyərsiniz ki, sinonim. Biz nə tərdir? Məsələn, bax, o qaçdı dediyimə yersiz təkrar. Deyərəm, o qaçdı yürüdü. Məsələn, yürüdü qaçdı.
Məsələn, o hoppandı əvəzinə. Deyirəm ki, o dayanmır, elə hoppandı tullanır. Yəni görürsən, yəni eyni sözü niyə təkrarlayır? Əgər onun sinonimi varsa. Demək ki, yersiz təkrarın qarşısını alan nədir? Sinonimdir. Sinonim eyni qisəsi yoxsa həm eyni, həm müxtəlif. Yoxsa müxtəlif? Ancaq eynidir. Onda belə deyək. Məsələn, bax, Aysel, namus sözünün sinonimi qeyrətli deyə bilərəm. Nəyə görə? Ay, sağ ol. Gəlin biraz sinonimlər tapaq. Aysel, izdiham sözünün sinonimini tap. İzdiham. Kim bilir? İzdiham. Türklər kalabalıqlıq deməkdir. Türklər ki deyir kalabalık. Bizdə ona deyirlər qələbəlik. İzdihamın sinonimi qələbəlik. Yenə deyək. Məsələn, məhkûrə sözünün sinonimini tapın. Amal, sonra məslək, əqidə, kredo. Yaxşı tapaq. Məsələn, müqavilə sözünün sinonimini tapın. Saziş. Güc sözünün sinonimini tapın. Qüvvət. İnsanın boyu var ha. Boy sözünün sinonimini tapın. Oxun. Sinə sözünün sinonimini tapın. Köks, bəli. Aha. Cahil sözünün sinonimini tapın. Nadan. Səbir sözünün sinonimini tapın. Dözüm. Biri də var. T hərfiyle. Deyingölüm. Deyingölüm. Təhəmmül. Türklərə deyirik təhəmmül yox. Belə deyirlər. Təhəmmül. Bəli. Səbir, dözüm sözünün sinonimini. Yaxşı. İnkişaf sözünün sinonimini tapın. Təkamül, tərəqqi. Antonimini tap. Nağdın antonimini tap. Nağ. Nisyə. Yaxşı. Şək sözünün sinonimini tap. Zən, vəsvəsə, güman. Ay, sağ ol, bala, düzdür. Vətəndaş sözünün sinonimini tap. Təbəə, bəli. Vətəndaş sözünün sinonimidir, bəli, düzdür. Aha, bəs yaxşı. Sərsəri, o bir-birə deyir sərsəri. Sərsərinin sinonimi nə olar sizcə? Sərsəri. Başqa, deyin, görün. Sərsəri. Elə bir söz deyim ki, Qələndər. Eşitmisiniz heç? Qələndər başındır. Qələndər sərsəri deməkdir. Yaxşı, şaxtalı sözünün sinonimi sazaq ola bilərmi? Sazaq. Bəs kalın sinonimi yetişməmiş ola bilərmi? Bu da mümkün deyil. Çünki fərqli hissələri sinonim, antonim olmur. Yatmışın antonimi oyaq olarmı? Niyə? Çünki biri fe'li sifətdir, biri sifətdir. Məhcurun sinonimi tanınmış ola bilərmi? Deyil. Çünki fərqli hissələri. Bəli, ona görə də olmaz. Aha.